Hər vaxtınız xeyir olsun, hər birinizi kanalımda xoş gördüm. Bugünkü videomda sizlərlə yeni il süfrəsi üçün hazırlaya biləcəyiniz həm görünüşü, həm dadı ilə hər birinizin zövqünü oxşayacaq çox dadlı 4 salat resepti paylaşıram. Diametri 18 sm olan formanı salatı servis edəcəyim qabın içərisinə yerləşdirirəm. Formanın içərisinə isə əvvəlcədən sürtkəcin iri gözündən keçirdiyim 3 ədəd kartof əlavə edirəm. Kartofun üzərindən çox basmadan hamarlayıram və üzərinə duz, istiot, smetan və mayonez qarışığı əlavə edib hamarlayıram. İkinci qata isə sürtkəcin iri gözündən keçirilmiş 3 ədəd kökü əlavə edirəm. Üzərinə hamarladıqdan sonra duz, istiot, smetan və mayonez qarışığı əlavə edirəm. Ardınca isə xırda olmayacaq şəkildə doğradığım 100 qram qozu əlavə edirəm. Üzərinə mayonez və smetan qarışığı əlavə edirəm. Növbəti qata isə duzlu suda qaynadıb ditdiyim 300 qram toyuq filesini əlavə edirəm. Üzərindən isə smetan və mayonez qarışığı əlavə edirəm. Qaynadıb sürtkəcin iri gözündən keçirdiyim 3 ədəd yumurtanı da salata əlavə edirəm. Üzərinə duz, istiot və smetanlı qarışıqdan əlavə edirəm. Üzərinə hamarlayıram. Ən sonda isə salat üçün olan Holland pendirini sürtkəcin xırda gözündən keçirdirəm və salatı bu şəkildə ən az yarım saat soyuducuda saxlayıram. Soyuducudan çıxardıqdan sonra isə salatın kənarındakı formanı ehmalca çıxarıram və salatın üzərini zövqümə görə bəzəyirəm. Sonda bir qeyd ilə nəzərinizə çatdırım ki, mimoza salatının hazırlanmasını Rus youtuberlərində kanalında izlədim. Onlar toyuq filesinin əvəzinə yağda olan tunes balığından və xırda doğranmış soğandan da istifadə edirlər. Zövqə uyğun, əgər siz istəsəniz o şəkildə də hazırlaya bilərsiniz. Salatın arası üçün smetan və mayonezi qarışdırıram. Əgər siz istəsəniz yalnızca mayonezdən də istifadə edə bilərsiniz. Mən 2 dolu xörək qaşığı smetan və 5 dolu xörək qaşığı mayonezdən istifadə etdim. Alınan qarışığı daha rahat istifadə etmək üçün krem torbasına yığıram. Salatı servis edəcəyim qabın ortasına stəkanı gördüyünüz kimi tək çevirmişəm və əvvəlcədən qaynadıb sürtkəcin iri gözündən keçirdiyim tərəvəzləri sırayla qabın içərisinə əlavə edirəm. Əvvəlcə qaynadılmış kartofu əlavə edirəm, üzərindən isə duz və hazırladığım mayonezli qarışığı əlavə edib hamarlayıram. Zövqümə görə qara istiot əlavə etdikdən sonra qaynadıb sürtkəcin iri gözündən keçirdiyim kökü də əlavə edirəm. Üzərinə hamarlayıb səlqəyə saldıqdan sonra duz və mayonez qarışığı əlavə edirəm. Kökün üzərindən isə irili xırdalı doğradığım qozu əlavə edirəm və qozun üzərindən də azca mayonez əlavə edirəm ki, salatı kəsən zaman qatlar bir-birindən ayrılmasın.
İndi isə duzlu suda qaynadıb doğradığım toyuq filesini əlavə edirəm. Nəzərinizə çatdırım ki, qaynadarkən toyuq filesinə duz əlavə etməyəndə salatın dadı yaxşı olmur. Fileni duzlu suda bişirdiyimə görə bu qata duz əlavə etmirəm. Yalnızca mayonezli qarışıq və qara istiot əlavə edirəm. Ən son qataya isə yumurta əlavə edirəm və üzərinə mayonezli qarışıq əlavə edib üzərini səliqəyə salıb hamarlayıram. Salatı bu şəkildə hazırladıqdan sonra 1 saat soyuducuda saxlayıram və soyuducudan çıxardıqdan sonra əvvəlcədən dənələdiyim nar dənələri ilə üzərini tamamilə örtürəm. Salatın üzərini nar dənələri ilə bəzədikdən sonra isə salatın ortasındakı stəkanı gördüyünüz şəkildə buraraq salatın içərisindən çıxarıram və kənarından əgər nar dənələri düşürsə həmin hissələrə də nar dənələri əlavə edirəm və gördüyünüz kimi salatımın həm görünüşü, həm dadı çox gözəldir. $200 qram dana ətini qaynadıb bişənə yaxın duz əlavə etmişəm və soyuduqdan sonra didmişəm. Ətin üzərinə 2 ədəd sarımsağı sürtkəcdən keçirdirəm, ardınca isə 1 xörək qaşığı smetan və 1 xörək qaşığı mayonez əlavə edib qarışdırıram. Salatı servis edəcəyim qabın üzərinə 18 sm diametri olan formanı yerləşdirirəm. Hazırladığım ətli qarışığı həmin qabın içərisinə əlavə edib üzərini hamarlayıram. Ətin üzərindən əvvəlcədən qaynadıb sürtkəcin iri gözündən keçirdiyim 3 ədəd kökə əlavə edib hamarlayıram. Kökün üzərinə azca duz, smetan və mayonez qarışığı əlavə edib hamarlayıram. $100 qram sürtkəcin iri gözündən keçirdiyim Holland pendirini də salata əlavə edib üzərinə hamarlayıb smetan və mayonez qarışığı əlavə edirəm. Üç ədəd qaynanmış yumurtanı da sürtkəcin iri gözündən keçirdib salata əlavə edirəm. Nəzərinizə çatdırım ki, bu salat üçün 4 ədəd yumurta qaynatmışdım və yumurtalardan birinin ağını və sarısını ayrı-ayrılıqda sürtkəcin xırda gözündən keçirdib salatın üzərinin bəzənməsində istifadə etdim. Yumurtanın da üzərinə duz, smetan və mayonez qarışığı əlavə edib hamarlayıram. Ən sonda isə 1 ədəd qaynadılmış iri çuğunduru sürtkəcin iri gözündən keçirdib salatın üzərinə əlavə edirəm. İstəsəniz çuğundurun da içərisinə 1 diş sarımsaq əlavə edib smetan və mayonez qarışığı ilə qarışdırıb daha sonra salata əlavə edə bilərsiniz. Çuğundurun da üzərinə smetan və mayonez qarışığı əlavə edib hamarladıqdan sonra ən az 1 saat soyuducuda saxlayıram. Soyuducudan çıxardıqdan sonra salatın kənarındakı formanı çıxardıram və kənarında olan əyrilikləri düzəldirəm. Salatın üzərini nar, yumurta ağı, xırda doğranmış şüyüd, yumurta sarısı və çuğundurla bəzədim. Salat general salatı olduğuna görə bu salatın üzərində ulduzlar mütləqdir. Bu resept üçün konservləşdirilmiş yağda ton balığından istifadə edəcəm. Konservi açıb balığı süzgəcə əlavə edirəm və artıq olan yağının süzülməsini gözləyirəm. Dəzgahın üzərinə streç sərib, üzərinə isə istifadə edəcəyim yuxanı sərirəm və üzərinə azca mayonez əlavə edib yayıram. Ruletin üst qatının cırılmaması üçün 2 yuxadan istifadə edirəm və ikinci yuxanı da əvvəlki yuxanın üzərinə yerləşdirib, üzərinə mayonez əlavə edib hamarlayıram.
Əvvəlcədən qaynadıb sürtkəcin iri gözündən keçirdiyim 2 ədəd çuğunduru lavaşın üzərinə əlavə edirəm və hər tərəfinə bərabər şəkildə yayıram. Çuğundurun üzərindən isə azca duz və çox az mayonez əlavə edib yenə hamarlayıram. Çuğundurun üzərindən digər lavaşı yerləşdirib eyni qaydada mayonez əlavə edib hamarladıqdan sonra əvvəlcədən qaynadıb sürtkəcin iri gözündən keçirdiyim 3 ədəd kökü də lavaşın üzərinə əlavə edib hamarlayıram. Duz və mayonez əlavə etdikdən sonra digər lavaşı yerləşdirib mayonez əlavə edib hamarlayıram. Bu qata isə sürtkəcin iri gözündən keçirdiyim 3 ədəd yumurtanı əlavə edib yaydıqdan sonra üzərinə duz və mayonez əlavə edirəm. Yumurtanın üzərindən lavaşı yerləşdirib mayonezlədikdən sonra isə əvvəlcədən sürtkəcin iri gözündən keçirib suyunu süzdüyüm 3 ədəd xiyar turşusunu əlavə edib bərabər şəkildə yayıram. Xiyar turşusu nəmli olduğuna görə turşunun üzərinə mayonez əlavə etmədən digər lavaşı yerləşdirib üzərini mayonezləyirəm. Ən son qata isə əvvəlcədən yağını süzdüyüm ton balığını əlavə edib hər tərəfə bərabər şəkildə yayıram. Üzərinə mayonez əlavə etdikdən sonra salatı rulet şəklində büküb üzərini isə streçlə bağlayıram və bu şəkildə ən az 1 saat soyuducuda saxlayıram. Soyuducudan çıxardıqdan sonra ruleti kəsmə taxtasının üzərinə yerləşdirib hər iki tərəfin nahamar hissəsini kəsib çıxardıqdan sonra dilimləyirəm. Bu salata çuğundur əlavə etdiyimə görə hər dilimi kəsdikdən sonra bıçağı salfetlə təmizləyirəm ki, digər dilimləri kəsən zaman lavaşın üzəri qızarmasın. Həmçinin ruleti kəsmək üçün iti bıçaqdan istifadə edin ki, rulet əzilməsin. Hazırladığım lavaşlı rulet salatı bu şəkildə alındı. İndi isə kəsib yumuşaqlığını və içərisini sizlərə göstərmək istəyirəm. Gördüyünüz kimi lavaşlar çox gözəl yumşalıb. Bu salatın dadı isə çox ləzzətlidir, həmçinin çox doyumludur. Resepti bəyəndinizsə, buyurun siz də bayram süfrəsi üçün hazırlayın və nəticələri mənimlə paylaşmağı unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.